Salam uşaqlar, bugündən etibarən Azərbaycan dili fənnindən izahlar çəkəcəm sizlər üçün. İnşallah ki, sizlərə faydalı olar. İlk mövzumuz fonetikadan başlayırıq. Fonetika danışıq səslərini öyrənir. Danışıq səsləri ağız boşluğunda maneəyə rast gəlib gəlməməsinə görə iki yerə ayrılır. Sait səslər, samit səslər. Sait səslər ağız boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan səslərdir. Heyecan əmələ gətirən səslərdir, vurğu qəbul edən səslərdir və uzanan səslərdir. Sait, dilimizdə 9 sait səs var və bu sait səslər də özünün əmələ gəlməsi yollarına görə 3 yerə ayrılır. Dilin arxa və ön hissəsində deyilməsinə görə, yəni dilin üfüqi vəziyyətinə görə qalın saitlər, bir də incə saitlər olaraq iki yerə ayrılır. Qalın saitlər A, I, O, U, incə saitlər E, Ə, İ, Ö, Ü və dilin üst damağa doğru qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə, yəni dilin şaquli vəziyyətinə görə saitlər iki yerə ayrılır. Açıq saitlər, qapalı saitlər. Açıq saitlər A, Ə, E, O, Ö, qapalı saitlər I, İ, U, Ü. Qapalı saitlər adətən 4 variantlı şəkilçilərin tərkibində olan saitlərlə yadınızda saxlamaq olar ki, yəni 4 variantlı şəkilçilərdən birini deyək, məsələn, D üstü 4. D, 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 D. Yəni bu 4 variantlı şəkilçinin tərkibində qapalı saitlər işlənir. Yəni bunu yadınızda saxlaya bilərsiniz ki, qapalı saitlər I, İ, U, Ü'dür. Bir də dodaqların vəziyyətinə görə. Dodaqların vəziyyətinə görə iki yerə ayrılır. Dodaqlanan saitlər, dodaqlanmayan saitlər. Dodaqlanan saitlər U, Ü, O, Ö, dodaqlanmayan saitlər A, Ə, E, I, İ. Belə. Sait səslər qoşar. Saitlərin uzun tələffüz olunması transkripsiyada, yəni tələffüzdə qoşa nöqtə ilə göstərilir. Qoşa nöqtə ilə göstərilir. Yazmadı indi də. Saitlərin uzun tələffüz olunması bu cür qoşa nöqtə ilə göstərilir. Qoşa nöqtə ilə göstərilir. Məsələn, alim sözündə. Alim sözünün tələffüz qaydası A, lim kimi tələffüz olunur. Bir də qoşa A, qoşa İ, qoşa Ə saitli sözlərin tələffüz qaydası hesab elədir ki, qoşa A-lardan biri düşür, biri isə uzun tələffüz olunur. Məsələn, saat sözündə. Saat, saat olur. Qoşa İ, məsələn, təbii sözündə. İ, yenə də İ'nin biri düşür, biri isə uzun tələffüz olunur. Məsələn, təbii İ. Biri düşdü, biri isə uzun tələffüz olundu. Sonra qoşa Ə, yenə də Ə'nin biri düşür, biri isə uzanır. Məsələn, əmtə. Biri düşür, biri isə, yəni Ə'nin biri düşür, biri isə uzun tələffüz olunur. Sait səslərin tələffüz qaydalarında əsasən kəmiyyət və keyfiyyət fərqləri ola bilir. Bu fonetik fərqlər adlanır. Fonetik fərqlər odur ki, fonetika özü iki cür aparılır. Fonetikada səslər
Fonetikada tələffüz bir də yazılış əsas götürülür. Tələffüzdə əsasən səslər aiddir. Bir də fonetik fərqlər aiddir. Fonetik fərqlər. Bu fərqlər bir cür olur. Səs artımı, səs düşümü, səs dəyişməsi. Səs artımına nümunə olaraq deyə bilərik ki, məsələn, ailə sözündə. Ailə sözü tələffüz olaraq necə tələffüz olunur? Ailə. Səs artımı baş verdi. Səs düşümü nifti. Necə tələffüz olunur? Nifti olaraq tələffüz olunur. Səs dəyişməsi isə məsələn, bulud yazılır. Bulud tələffüz olunur. Yeni qaydalara əsasən a sahib qoşulur, a sahib qoşulur, sonra a sahib qoşuluğu olan sözlərdə tələffüz qaydası eyni ilə yazıldığı kimi tələffüz olunur. Sözlər yazıldığı kimi tələffüz olunur. Məsələn, müəyyən sözündə. Müəyyən sözü elə müəyyən olaraq da tələffüz olunur. Məsələn, müavin. Müavin tələffüzü elə olduğu kimi yazılış necədirsə, tələffüz də o qaydada qalır. Fəal sözü. A birləşməli söz, fəal olaraqda qalır. Məsələn, teatr. Teatr sözündə də sahib qoşuluğu olan sözdür. Yenə də tələffüz qaydası eyni.